Salam, mən bugün yenə də bu çanaq oynağının displaziyasından bəhs edəcəm. Təəssüf ki, yayılmış bir xəstəlikdir və mən də günlük praktikamda bu xəstəliyi tez-tez görürəm. Bizə müraciət edən yaş yarımlıq uşaq axsayaraq gəldi və müəyyən olundu ki, rentgende uşağın sol çanaq oynağında çıxıq var və əməliyyat planladıq, əməliyyatını icra elədik. Əməliyyatdan sonra gips sarğısını qoyduq, inşallah 2 ay sonrasında gips sarğısını çıxardıb korsetlə 1 ay yarım izləyəcəyik, sonra isə yeriməyə icazə verəcəyik. Ümumiyyətlə bu xəstəliyin 1 yaşından sonra heç bir şəkildə korsetlə və ya sadəcə gipslə müalicəsi yoxdur. 1 yaşından sonra bu xəstəliyi biz yalnız və yalnız cərrahi yolla müalicə edə bilirik. Uğursuz cərrahi əməliyyatlar sonrasında təəssüf ki, ağrı, axsama və gələcəkdə irəli yaşlarda ağrılı bir hal aldığında endoprotez əməliyyatı icra edirik. Amma erkən yaşlarda, xüsusilə 5 yaşa qədər şansımız var ki, biz oynağı qoruyaq və uşağın gələcək illərində, gələcək yaşlarında onu ağrıdan və axsamadan xilas edək. Eynilə biz əməliyyat elədiyimiz uşaqda olduğu kimi.